yaşda istifadə olunan iş üsulları, hərəkətli oyunlar, sujetli rollu oyunlar və didaktik oyunlardır. 3-6 yaşlı iş üsulları isə tapmacadır, əqli hücumdur, müzakirədir, problemli vəziyyətdir, klaster, yəni şaxələndirmə, oyunlar, suallar və söz assosiasıdır. Məsəl üçün, sizin qarışdıra biləcəyiniz bu ola bilər ki, seçə bilməyəcəyiniz bu ola bilər ki, əqli hücumdan müzakirəni qarışdıra bilərsiniz. Əqli hücumu da sizə qeyd etdim ki, bütün fərziyyələri, fikirləri toplayıram. Məsəl üçün, uşağın qarşısına bir problem qoyuram. Deyirəm ki, uşaqlar, yağış yağıb və uşağın çəkmələri islanıb. Nə edə bilərik? Artıq uşaq bütün variantları deyəcək mənə. Yəni, doğru, yanlış fikirlərin hər birini qəbul edəcəm və sakit şəkildə dayanacam. Ən sonda içindən doğru olan fərziyyələri, fikirləri qəbul edəcəm. Amma müzakirədə yenə deyirəm, uşaqlar, yağış yağıb və uşağın çəkməsi batıb. Nə edə bilərik? İslanıb. Uşaq mənə deyir ki, müəllimə, məsələn, ayağını çıxarsın. Məsələn, çəkmələri qurudaq. Məsələn, birini mən deyirəm, birini o deyir. Debat şəklində müzakirə olmalıdır. Səbəb-nəticə əlaqəsini qarşılıqlı şəkildə aparmalıyıq. Yəni, müzakirədən fərqi budur. Məsəl üçün, tapmacada qeyd edə bilərsiniz ki, açar söz anlayışı kimi yuxarı bir şəkil yapışdırılıb və şəkil sizə görünməyən tərəfdir. Deyirəm, ay uşaqlar, məsəl üçün, o soyuqda olur, onu ələ götürmək çox soyuq olur, qışda olur, biz ondan, məsəl üçün, müxtəlif fiqurlar düzəldirik. Nə ola bilər? Uşaq, məsəl üçün, deyir, müəllimə, Şaxta baba, mənə artıq fikrin səsləndi. Mən onun fikirlərini qəbul edirəm. Və eyni zamanda bunu qeyd edim ki, tapmaca uşaqda yüksək fəallıq yaradır. Və siz gəlirsiniz suallara. Məsəl üçün, müəllimlərin bəziləri deyir ki, mən suallarla qarışdırıram. Həqiqətən də bunu qarışdıran müəllimlər var. Sual nə ola bilər? Deyirəm, küçədə pişik görmüsünüz. Uşaqlar, pişiyi neyniyək? Və deyirəm, uşaqlar, pişiyi evdə saxlaya bilərik. Daha sonra götürəm. Başqa hansı heyvanları evdə saxlaya bilərik? Görürsünüz, 3 təfəkkür səviyyəsində. Biraz aşağı, orta təfəkkür və yüksək təfəkkür. Uşaqlarda idrak fəallığı, yəni yüksək fəallıq yaradır bu. Və bunu qeyd edim ki, sualları qoyarkən biz sadədən mürəkkəbə doğru ardıcılığı gözləməliyik və eyni zamanda sualları verərkən differensiallığı qorumalıyıq. Hər bir uşağa fərdi şəkildə sualları verməliyik. Və gəlirik müəllimlər söz assosiasına. Söz assosiası isə deyirəm ki, alma, armud, heyvanlar və şaftalı. Deyirsiniz ki, meyvələr, artıq çəkdim, ilk ağlınıza gələn söz oldu ki, meyvələrdir. Və eyni zamanda bu uşağın əvvəl bildiyi və sonra bildiyidir. Yəni, müəllimə müqayisəli qiymətləndirməyə imkan verir. Daha sonra gəlirəm müəllimlər. Problemli vəziyyətə. Problemli vəziyyət elə birbaşa uşağın idrak fəallığının, yəni onun tənqidi təfəkkürünün oyadılmasıdır. Problemli vəziyyətdə artıq bilirik ki, içki vərəqləri olur müəllimin əlində və bu içki vərəqlər uşaqlara təklif edilir və 4-5 nəfərlik qruplarda otuzdurulur uşaqlar. Hər biri təsvir olunan problemi yəni çözmüş olur. Başlayırlar qrup bu problemlə fikir olsunlar. Və bunu qeyd edim ki, ən sonda problemli vəziyyətdə sonda bir ümumiləşdirmə aparılır. Daha sonra gəldik şaxələndirməyə və klasterə. Müəllimlər, bəzi müəllimlər var ki, məsəl üçün tapmaca ilə klasteri qarışıq salırlar, amma çox asandır. Klasterin fərqi odur ki, mən artıq klasterdə bir dənə alma şəklini qoyuram ortaya və başlayıram onunla əlaqəli xətlər çəkməyə. Məsəl üçün şirindir, almaya aid olan meyvə şəkli. Artıq birləşdirməyə başlayıram. Eyni zamanda, məsəl üçün sizin qarşınıza sütunlar, cədvəllər çıxa bilər və diafraqmalar. Bunlar çıxarsa artıq siz bunu gedirsiniz, götürürsünüz təbii ki, şaxələndirməyə. Və bəzən, məsəl üçün, testlərdə qarşınıza çıxa bilər ki, məsəl üçün, uşaq şəkli qoya bilər, paltar şəkilləri qoya bilər fəsillərə aid. Bunları xətlərlə birləşdirmək varsa, siz yenə gedirsiniz şaxələndirməni. Daha sonra gəlir nağıl etmə. Nağıl etməni də müəllimə belə qeyd edim ki, sizin üçün, nağıl etmədə müəllimlər bir ardıcılıq olur, müəllim oturur.
Onun da ətrafında uşaqlar oturur və müəllimin əlində hekayə kitabı olur. Və hekayə kitabında müəllim sujeti ardıcıl şəkildə gözləyir və eyni zamanda əyani sujetli vəsaitlərdən istifadə edir. Və nağıl etmə 10-15 dəqiqə müddətində aparılır ki, uşaqlara məsəl üçün müəllim deyə bilər ki, bunun ardını siz davam etdirin. Yəni hekayədə belədir. Çox asan və çox sadə başa düşülən izahı budur. Yəni müəllimlər, başqa başa düşmədiyiniz nə var sizə mən izah edim? Düşmüşəm hələ. Başa düşdünüz mən Zaten hamısını? birinci turumuzdan. Evet. Bəli, əslində çox Başa sadə və çox asandır.